nədir xoşbəxtlik? Pul, yoxsa pulun gətirdiyi rahat həyat, yoxsa rahatlığın gətirdiyi komfort, yoxsa gözəl geyimlərmi? Yoxsa o geyimlərin içərisində gözəl hiss eləməkmi? Yoxsa gözəlliyin gətirdiyi egomu? Yoxsa egonu sığallayan yalanlarmı? Yoxsa yalanların əksi olan gerçəklərmi? Lüks villalarmı, lüks maşınlarmı, ideal sevgi münasibətimi, huzurlu ailəyə sahib olmaqmı? Məncə heç biri. Çünki mənə görə xoşbəxt olmaq özün olmaqdır, var olmaqdır, nəfəs almaq və bunu hiss eləmək. Bizim həyatımız bizim düşüncələrimizin ətrafa əks olunmasıdır. Həyatda baş verənlərə rəğmən mənim artıq kökləndiyim tək enerjim mənim daxili huzurumdur.